Əlimdə olan bu kitab, deməli, İbn Teymiyyənin Minhacü Sünnə kitabıdır. Diqqət edin. Həmən bıçaqla ikinci cilddə çox gözəl bir mövzuya toxunur. Mən adətən İbn Teymiyyəni tənqid edirəm. Amma bu dəfə tam əks bir mövqedə adlarını tərifləyəcəm. Gülməli də gəlsə hələlik gülmür. Amma mən özüm şəxsən bu sözünə görə İbn Teymiyyəni təşəkkür edirəm. Çünki heç bir əhl-i xilaf alimlərindən bu mövzunu bu cürdə həzm eləməyir. Söhbət həzmdən gedir, yəqin. Yəqin eləmir. Yəni, hədisi Allah Rəsulü dediyi kimi başa düşmək. Həzm eləmir. Bu hədisi İbn Teymiyyədən başqa heç kim həzm eləmir. Salavat çəkir. Allahümme salli ala Muhammed ali Muhammed. Çox maraqlı bir mövzu. Diqqət edin. Əl-vəcmus sadis. 6-cı dəlil. Deməli, bu Əllamə Hilliyə rədd cavabı olan bir kitab. Əllamə Hilli Minhacül Kərama kitabı var. Ona İbn Teymiyyə Minhacü Sünnə rədd cavabı yazır. Görək nə yazır? Qavluhum innəhum rəvul cəmiən ənə Rəsulallah qalə. Resulullah buyurub sallallahu aleyhi və səlləm aliyyum mə'əl haqq vəl haqqu yədur mə'əhu heysu dar. Həzrət Əli aleyhissalam haqq ilədir və haqq Həzrət Əli aleyhissalam hara getsə onunla beni kəsir. Yəni haqq Əli ilədir, Əli haqq ilədir. Lən yəftəriqa, Allah Resulü buyurur. Lən yəftəriqa. Haqq Əli ibn Əbi Talibdən ayrılmaz və Əli ibn Əbi Talib də haqdan ayrılmaz. Hətta yəlidə əleyyə həvz. Həvz-ı Kövsərə daxil olana qədər. Bu hədisi gətirir, sonra nə deyir? Min a'zamil kəlami kizbən və cəhlə. Həmən bu hədis yalanı necə vəsf eləmək olar? Ən böyük yalandır. Yəni, bu iddiadan böyük yalan yoxdur ki, haqq Əli iləndir, Əli haqlandır. Əli hara getsə, haqq da onunla gedər. Yəni, bir dəstə bir anda keçir. Və tək Həzrət Əli aleyhissalam o yana keçir. Haqq tərəfdədir. Bu hədis onu deyir ki, Əli ibn Əbi Talib harada durursa, haqq oradadır. Deyir, bu çalan ən böyük yalanlardan. Diqqət edin bu hissə. İnnə hādəl hədis ləm yərvihi əhədun əmin-nəbi. Bu hədisi Peyğəmbərdən bir nəfər də olsun belə nəql eləmir. Yəni, Əllamə Hilli Peyğəmbərin adından hədis uydurur, Peyğəmbər belə bir söz demir, Peyğəmbərə iftira yalan edir. Və İbn Əllamə Hillinin də bu addını ən böyük yalanlardandır və ən böyük günahlardandır. La bi isnadin sahih və la daif. Deyir, ola bilsin hədis nəql olunsun, bu hədis zəif sənəd olar. Deyir, bu hədis nə səhih sənədlə nəql olur, nə də zəif sənədlə. Bir də bir hədis yoxdur. Bir nəfər olsun belə Peyğəmbərdən bu hədisi nəql eləmir, nə zəif sənəd, nə də səhih sənəd. Bunu unutmayın. Deməli, bu hədis uydurmadır. Əllamə Hillinin ən böyük yalanlarındandır. Bu hədisi Peyğəmbərdən heç kim nəql eləmir, nə səhih, nə də ki zəif. Buradan gəldi, gözəl. Səhifə 230
38-də bu kəlməni deyil, səhifə 239-da isə özümüzə aid olan məsələ, yəni tikanlardan bir gözəllik götürmək. Görən necə götürəcək? Və ayrıca və həmçinin fəl-haqqu la yədur mə'ə şəxsin qeyrən nəbi sallallahu aleyhi və aleyhi. Bir haqq yalnız və yalnız kimi ilə hərəkət edən yalnız Peyğəmbərdir. Peyğəmbər hardadır? Haqq oradadır. Yəni, bütün dünya sol tərəfə, Peyğəmbər tək başına, sağ tərəfə, haqq hardadır? Çox tərəfə. Niyə? Çünki Peyğəmbər oradadır. Nə olsun Peyğəmbər oradadır? Peyğəmbər hardadırsa, haqq da onun arxasıca nəyə gedər. İbn Teymiyyə həqiqət budur. Haqq fəqət Peyğəmbərlə hərəkət edir. Haqq Peyğəmbərlədir, Peyğəmbərlə haqlıdır. Peyğəmbər hara getsə, haqq da onun arxasıca nəyə gedər. Budur. Tamam, gözəl. Diqqət edin, həmən o elə bir o gözəlliyi burada tutacaq. Həmən o gülü. وَلَوْ دَارَ الْحَقُّ مَعَ عَلِيَّ حَيْثُ مَا دَارَ. Deyir, əgər tərz eləsək, deyirəm, həzm edeyim, həzm, doğrudan da həzm edeyim. Əgər deyir, təsəvvür edin, hər Əli ibn Əbi Taliblə ola və hara gedirsə getsin, yəni bu Əl-İflahın öz rivayətlərinə görə 6 ay Əli əleyhissalam beyət eləməyib. 6 aydan sonra gəlib beyət edir. Amma bizim əqidəmizdə heç bu da başqa. Onun da dərusunu. Elə bunlar bidiyinə gedir. 6 aydır, haqq nədir? Ortada yoxdur. İşarələri başa düşür. لَوْ دَارَ الْحَقُّ مَعَ عَلِيٍّ حَيْثُ مَا دَارَ. Deyir, əgər haqq Əli ibn Əbi Talib də ola və hara gedirsə onunla yanaşıb getmiş olsa, böyük bir fəlakət yaranacaq. Təhlükə yaranacaq. Nədir o təhlükə? Cavab verir, ləvvəcəbə. Vacib olacaq ki, ən yəkunə məsumən kənnəbi. Vacib olacaq ki, Peyğəmbər kimi məsum olsun. Salavan çəkilir. Allahümmə səllə Diqqət edin, böyük bir sözdür. Deyir, əgər bu hədis birincisi Peyğəmbərdən heç kim nəql edir. Bu hədis nə səhih var, nə zəif var. Belə bir hədis yoxdur. Nə səhihdir, nə də ki, zəifdir. Bu da da. Əgər belə bir hədis olmuş olsa, Həzrət Əli nədir? Məsum. Bundan sonra bizdən məsumluq dəlili heç kim istəməsin. Əgər sübut edəbilirsiniz, bu hədis var, İbn Teymiyyə deyir, vacibdir Əli ibn Əbi Talib nə olsun? Nə vacibə, təzədən oxuyun. وَلَوْ دَارَ الْحَقُّ مَعَ عَلِيٍّ حَيْثُ مَا دَارَ. Əgər haqq təsəvvür etsək ki, Əli ibn Əbi Talib hara gedirsə, onunla hərəkət edir, dövlət qurur, ondan ayrılır, ləvvəcələ təkidlə yanaşır. Vacib olacaq ki, ən yəkunə məsumən kənnəbi. Peyğəmbər kimi vacib olacaq, Əli ibn Əbi Taliblə nə olsun? Məsum. Çox zor. Təşəkkür edirəm. Bizi bəladan tutardı. Çünki qalmışdım, təthir ayəsini gətiririk, deyirlər ki, orada filan kəslər. Yaxşı mı gedir? Ulul əmri minkum bir ulul əmri dost, qardaş, əziz, filan. Oradan da. Bax da bundan o tərəfəsi yoxdur ki. Tamam. İndi gəlirik bu məsələyə ki, görək Peyğəmbərlə səhih və yaxud zəif haqq Əlilədir, Əli həqlədir, Əli hara etsə, haqq da onunla gedər. Hədisin bir nəfər nəql edeyim ya. Bir nəfər nəql edəm. Nə səhihi var, nə də zəif. Əgər olmuş olsa, vacibdir ki, Əli ibn Əbi Talib məsum olsun. Mən 2 əlimlə ibn Teymiyyənin əlini sıxıram, ona təşəkkür edirəm. İndi gəlin, nəzər salaq görək
Belə bir hədis var ya, dikkat edin. Mən daha burada yer yoxdur deyə kitabları gətirmədim, onun PDF formasını götürmüşəm, mənbələri deyil. Deməli, ən qədim mənbələrin birində, Musnəd Əbi Yahya Mavsuli. Deməli, İmam Hafiz Əhməd ibn Ali ibn El-Musannad Təmimi El-Mütevaffa sənət 307 El-Hicriyyə. Hicrətin 307-ci ilində vəfat edildi. 307-ci ilində olan vəfat edildi. Həmən o dövrdə yazılmış kitabın, deməli, Hüseyin Səlim Əsədin təhqiqi ilə, təxrici ilə 2-ci cüz, səhifə 315, 18 və 319. Diqqət edin. Hədisin nömrəsi 1052. Deməli, həddəsənə Muhammed ibn Abbad el-Məkki, həddəsənə Əbu Sa'id, ən Sabah ibn Rabi', ən Umara ibn Ghazaliyyə, ən Abdurrahman ibn Abi Sa'id, ən Əbihi qalə. Əbu Sa'id el-Xudəli Peyğəmbər səhabəsinin nəqlidir. Kunna ində beytin nəbi fi nəfərin minəl muhacirinə və ənsar. Peyğəmbərin evinin yanındaydı bir dəstə muhacir və ənsar. Dayanmış bu Peyğəmbərin evinin yanında. Fəxaraca əleyna. Peyğəmbər çıxdı bizim qarşımıza. Fəqal dedi. Əla uxbirukum bi xiyarikum. Sizin xeyirli, aranızda xeyirli olan şəxsin kim olduğunu sizə xəbər verildi. Yəni, sizlərdən hansınız xeyirlidir? Qalı, bəla. Dedilər, bəli. Peyğəmbər vəsf sarı təqvalı olsun, filan olsun, filan olsun, filan olsun. Qal. Sonda deyir Peyğəmbər. وَمَرَّ عَلِيٌّ أَبِي طَالِبٍ. Bu məqamda Əli ibn Əbi Talib nə mühacirin arasındaydı, nə də ənsarın. Orada yox idi. Peyğəmbər o sifətləri sayır. O məqamda mərrə Əli ibn Əbi Talib. Orada Əli ibn Əbi Talib keçir. Fəqalə. Peyğəmbər buyurdu. Əl-haqqu mə'azə. Əl-haqqu mə'azə. Haqq bununladır, haqq bununladır. Peyğəmbər 2 dəfə təkrar edir. Haqq bununladır, haqq bununladır. Mən hədisin 3 müxtəlif tərsin, özü də mötəbərin sübut edəcəm bu bəhsdə ki, haqq Əli ilədir, Əli haqdandır. Əli Qur'anladır, Qur'an Əli ilədir. Bir-birindən ayrılmaz. Deməli, bu hədisin hökmü nədir? Hədis batildir ya batil deyil. Buyurur ki, Səbəqə ibn Rabi' ravilərin hamısı Buxari Müslümin raviləridir, hamısı düz danışandır. Fəqət Səbəqə ibn Rabi' buyurur ki, kitabın sahibi, daha doğrusu həmən bu Hüseyin Səlim, həmən bu Səbəqə ibn Rabi' ibn Əbi Hatim o cərh və təhdid kitabında tərcüməsini verir, ondan geçrək o əhəd. Heç kim bu raviyə tənə vurmayır. Diqqət edin, tənə vurmayır. Və vəffəqəhu İbn-i Hibban. İbn-i Hibban da Siqat kitabında deyib ki, bu ravi nədir? Düz danışan ravilərdir. Və bağlı ricalı bu əs-Siqat. Və yerdə qalan ravilər hamısı düz danışandır. Və ikinci sənədlə eyni qaydada qeyd edir və digər ravilərin də, daha doğrusu mühəddislərin də bu hədisin mötəbər sayılmasını qeyd edir. Bu ən qədim mənbədir. Ondan sonra gəlir Məcmə'z Zəvaqib və Mənbə'ül Fəvaid kitabı, 9-cu cüz. 9-cu cüzdə səhifə 337-də hədisin nömrəsi 120.027-ci hədis. Filan kəsdən eyni ilə bəyan olduğu hədis وَمَرَّ عَلِيُّ بْنُ أَبِي طَالِبٍ فَقَالَ الْحَقُّ مَعَ ذَا الْحَقُّ مَعَ ذَا. Haqq bununladır, haqq bununladır. Həzrət Əli Aleyhisselam'a işarə edərək. Sonra elə bir Heysəmi buyurur ki, Rəvahu Əbu Ya'la və Ricaluhu Siqat. Bu hədisi Əbu Ya'la el-Mavsuli elə bir musnədində qeyd edib və ravilər hamısı düz danışır.
وأسنى المطالب في أحاديث مختلفة المراتب. Hemen o kitabda da deməli İmam Şeyh Muhammed Dərviş el-Hud səhifə 271-dən 1273-cü nömrəli hədisdə buyurur ki, bu hədis mötəbərdir, həsən hədislərdəndir. Deməli, birinci Həzrət Əli Aleyhisselamın haqla olması mətni gəldi belə. Əli ibn Əbi Talib haqladır. Deməli, hədis belədir. Əl-həqqu mə'əli. Əli ibn Əbi Talib haqq bununladır. Haqq bununladır. Peyğəmbər 2 dəfə onu təkrar edir. Bu bir mətin. Digər kitabda, digər mətindən, çünki biz tapmalıyıq baxı, hədisləri bir yerə yığmalıyıq ki, Həzrət Əli Aleyhisselama gedir, haqq ondan gedir. Əgər bunu biz mötəbər sənədlə sübut edə bilsək, Həzrət Əli Aleyhisselamın isməti Əhl-i Xilaf tərəfindən gərək vacibli qəbul olunsun. Deməli, Tarix Mədinə Diməşq Əl-Cüz-i-Zani və Əl-Ərbəin 42-ci səhifə, deməli, 418 və 419-cu səhifələrdir. Diqqət edin, bu mühüm məsələlərdən. 418 və 419 Tarix Mədinə Diməşq kitabı 42-ci cild. Filan kəsdən, filan kəsdən, filan kəsdən deməli, Əhməd ibn Səid Ribati deyir, Səmi'tu Əhməd ibn Həmbəl, eşitdim Əhməd ibn Həmbəl deyir, Ləm yəzəl Ali ibn Əbi Talib mə'əl haqq vəl-haqqu ma'ahu eysukan. Ali ibn Əbi Talib həmişə haqlı olub və haqq da həmişə onun. Və bunun sənədi də bütün ravilər hamısı düz danışır. Deməli, Əhməd ibn Həmbəl deyir ki, Ali ibn Əbi Talib həmişə haqlı olub, mağaza, hər dəfə haqlı olub və haqq da həmişə Ali ibn Əbi Talib'dan. 3-cü mənbəmiz və 4-cü mənbələrdə mövzunu tətbiq edir. Diqqət edin. Yenə Tarix Mədinə Diməşq kitabı 20-ci cild səhifə 360 və 61-dədir. Həzrəti Rəsulullah buyurur, deməli, Sə'd Həzrət Rəsulullah'dan nə gedir? Hədisdə müəyyən məqamlar var, bundan işin yoxdur. Həzrət Əli Aleyhisselam'a buyurur, Yəqulul Əliyyin, Əli ibn Əbi Talibə dedi, Əntə mə'əl-haqq vəl-haqqu mə'ək heysunma dar. Sən haqlasan, haqq da səninlədir, hara getsin səndən ayrılmasın. Və hədisin raviləri də mötəbərdir. Gəlirik bunun təsdiqinə Kəşf-ül Əstar kitabında deməli Hafiz Nuriddin Əli ibn Əbi Bəkr Heysəmi deməli 4-cü cüzdə səhifə 96 3282-ci hədis. Hədisin uzunluğu filan-kəsdən müəyyən kəlmələr gəlir hədisin o bizim mövzumuza aid olan hissəsinə. Səmi'tu Rəsulullah qal, eşitdim Allah Rəsulü buyurur. Yəqulu aliyyun mə'əl-haqq. Haqq Əli ilə. Əvəl-haqqu mə'əliyyin heysukan. Və yaxud haqq Əli ibn Əbi Taliblədir. Əli ibn Əbi Talib harda olursa olsun. Və hədisin adı da var. Və haşiyədə buyurur. Qal Əl-Heysəmi Rabahul Bəzzar. Bu hədisi Əhl-i Xilaf mühəddislərindən Bəzzar adında birisi nəql edir. Və fihi Sə'd ibn Şü'eyb. Və ravilər silsiləsində Sə'd ibn Şü'eyb var. Və ləm ə'rif, mən onu tanımıram. Və bəqiyyət ricaluhu ricalis sahih. Yerdə qalan ravilərin hamısı sahih rivayət ravilərdir. Deməli, bir nəfərdə bunun şəkli var. Sə'd ibn Şü'eyb. Mən bu elədir Heysəmiyə bəraət qazandırıram. Çünki hədisdə Sə'd gəlmir. Hədisdə gəlib Səhl. Bu ağa Səhldən Sə'di qarşıdır. Ən qədim mənbə budur, Tarix Mədinə Diməşq. Və ondan neçə yüz il sonra
Heysəmi, deməli, Kəşf-ül Əstar kitabının 4-cü cildində bayısı gətirir. Deyir ki, hədisin səhvində Sə'd var, mən onu tanımıyorum. Doğrudan tanımayacaqsan da, çünki Sə'd görür, Sə'd. Diqqət edin hədisə. O diqqətsizlikdən olur. Yəni, o bilərəkdən mən iman edəmdən ki, belə bir addım atsın. Deməli, Qassan, Əbu Qassan Malik ibn İsmail nəql edir, Səhl Sin Halam, Səhl ibn Şüeyb ən-Nuhmi. Səhl ibn Şüeyb'dən. Səhl ibn Şüeyb məcbul ravidir ya qüsursuz bir ravidir. Tarix-i İslam İmam Zəhəbinin ki, cərh-i təhdil elmində əhl-i xilafda yüksək məqamda durur. Həmən bu alim Tarix-i İslam kitabı orada buyurur. Deməli, səhifə 413 Səhl ibn Şüeyb ən-Nəxə'i əl-Kufi. Səhl ibn Şüeyb ən-Nəxə'i əl-Kufinin tərcüməyi halına baxın. Yazır filan kəsdən hədisdən bilir, filan kəs məsələn Əbu Qassan Malik ibn İsmail oxudum. Əbu Qassan Malik ibn İsmail Sə'ddən yox, Səhldən hədisdən bilir. Burada da ondan nəqliyən üçün qeyd olunur. İndi İmam Zəhəbi hökm çıxardır. وَمَا عَلِمْتُ بِهِ بَأْسًا. Bu ravidə qüsur mən tanımam. Eyibsiz bir ravidir. Deməli, Həzrət Əli Aleyhisselam haqlandır, haq Həzrət Əli Aleyhisselamdandır, harada olursa olsun, sənəd, ravilər hamısı düz danışandır. Gəlir sonuncu kitab, Cəlaləddin Suyutinin, İmam Suyutinin Cami-i Sərir kitabı, 2-ci cild, deməli, 2-ci cild səhifə 346. Hədisin nömrəsi 5594. Diqqət edilməz. Peyğəmbərimiz budur. Aliyyun mə'əl Qur'an. Həzrət Əli Aleyhisselam Qur'andır. Vəl-Qur'anu mə'əliyyin. Qur'an da Əli ibn Əbi Talib'dəndir. Lən yəftəriqa. Nə Əli Aleyhisselam Qur'andan ayrılır, nə də Qur'an Əli Aleyhisselamdan ayrılır. Hətta yəridə aliyyən hum. Ta Hovuz-u Kövsərə qədər Qur'an, Əli, bunlar ayrılmaz bir cisim sayılacaq. Bu hədisin hökmü nədir? Kitabın sahibi buyurur ki, bu hədis Ümmü Sələmədən nəql olunur. Hədis həsən hədislərdəndir. Hədis həsən hədislərdəndir. Və iki mənbəni də bu məzmun üçün qeyd edən mövzuya xətm verir. Deməli, Müstədrək Əl-Sahihəyn kitabı Hakim Neşaburi'nin 3-cü cild səhifə 134-də 4628-ci hədis. Hədisdə müəyyən kəlmələr gəlir, Peyğəmbər buyurur. Aliyyun mə'əl-Qur'an və Qur'an mə'əliyyin lən yətəfərraqa hətta yəridə aliyyən. Əli Aleyhisselam Qur'anladır, Qur'an Əli Aleyhisselamlandır. Onlar biri digərindən Hovuz-u Kövsərə qədər ayrılmayacaq. Hakim Neşaburi buyurur. Hada hədisun sahih. Bu hədis nədir? Səhiddir. İmam Zəhəbinin tərxisində də 4628-ci hədis buyurur. Qalifət təlqis sahih. Bu hədis nədir? Səhiddir. Və sonuncu, deməli, İcmal-ül İsabə fi Əqval-i Səhabə, deməli, Hafiz Əlainin kitabı səhifə 55-də buyurur. وأخرجه الحاكم في مسنده بسند حسن من أم سلمة رضي الله عنها أن النبي صلى الله عليه وسلم قال علي مع القرآن والقرآن مع علي لم يتفرق حتى يرد عليه الحافظ. Deməli, burada qeyd edildiğimiz bütün hədislər hamısı ya səhihdir ya da həsəndir. Zəif hədis qeyd ediləmir. Zəiflər də. İbn Teymiyyə deyirdi ki, haqq Əliyədir, Əli həqqədir, Əli ala getsə, haqq da onunla gedər. Bu məzmunda hədis olsa, vacibdir ki, Həzrət Əli Aleyhisselamdan olsun, məsum olsun. Qur'andan böyük haqq var. Yəni, haqqı bizə nə tanıdır? Qur'an. Qur'andan böyük haqq. Haqla batıl haqq
Sen hardan bildin ki Allah'ın adı bir heyvanın üstünde zikr olunmasa onu yemək haramdır? Hardan bildin? Quran. Deməli, bu haqqı sənə Quran çatdırır. Oğurluq eləmək haramdır və cəzası filandır. O batildir. Batili bizə nə çatdırır? Deməli, Quran-ı Kərim bizə haqla batili başa salır, öyrədir. Qurandan yuxarı kim iddia eləsə ki, başqa bir haqq var, həmən adam bir növ ya cahildir, ya da mütəcahildir. İstitabiyə ehtiyac var. Deməli, səhih hissələn hədisdə gəldi ki, Həzrət Əli Əleyhisselam Quranladır və Quran Həzrət Əli Əleyhisselamladır və ayrılmırlar. O məsumluq diniyə düz başa düşür. O məsumluq ayrılmamazlıqdadır. Ola bilsin mən 1 ay, 2 ay, 10 il Quran nə deyirsə hamısını əməl edeyim. Amma bir müddətdən sonra mən deymirəm, əməl edəmirəm. Qurandan ya mən ayrılıram ya da Quran məndən edir, ayrılır. Əgər ayrılmasalar, o qiyamət günlədir, bozuk olsa, bu nə deməkdir? Gəlməsin, düz başa düşür. Hələ düz başa düşür. Deməli, Əli Əleyhisselam Quranladır və Quran Əli Əleyhisselamladır. Və digər bir hədisdə də oxuduq ki, mövzunun əlaqəsində belə. Sən haqlansan və haqq da səninlədir. Hara getsən, səninlə gedər. 2 cür hədisimiz olur. Bir, haqq səninlədir, sən də haqlansan, hara getsən, haqq da səninlə gedər. Bir də Quran səninlədir, sən də Quranlasan, hara getsən, o da səninlə niyə gedər. Heç vaxt ayrılmaz. Yəni, Həzrət Əli Əleyhisselam Quran, Həzrət Əli Əleyhisselam haqq, elə bir deyək bir 3 müqəddəs anlayış. Əli Əleyhisselam Quran haqq. Ayrılmırlar. İbn Teymiyə həqiqətən də düz başa düşür. Əgər bu hədis səhih, mötəbər yolla nəql olunmuş olsa, vacibdir ki, Həzrət Əli Əleyhisselam məsum olsun. Deməli, bu ağanın istinbatına əsasən sübut elədik ki, Peyğəmbərdən bir nəfər yox, bir neçə nəfər bu hədisi zəif də yox, səhih və həsən olaraq nəql edib və özü vaxtında ola bilsin, tapa bilməyib bu hədisləri ola bilsin və yaxud da cəhədu biha bədə ən istəymə ən husuqun. Yadakı oxuduğumuz birinci ayə.